Arı xanımlar gözəldir, yoxsa balıq ətdir? Bu kriteriyalar seçə bilmirəm. Zövqünüzcə hansı gözəldir? Jobak da deyə bilməyəcəm. Arı xanımlar gözəldir, yoxsa balıq ətdir? Şəxsən mən üçün arıq məncə yox. Niyə görə? Çünki arıq da qəşəngdir, belə sonrasan bal da böyüdür vəziyyətdə, o da yaxşıdır. Amma o hər şəxsi özünündür. Mən şəxsən biraz böyük xoşuma gəlir. Biraz dolu xanımlar xoşunuza gəlir. Bəli. Arı xanımlar gözəldir, yoxsa balıq ətdir? Xanımdan xanımı dəyişir yox. Elə xanım var ki, arıqlığı yaraşmır, eləsi var ki, doluluğu yaraşmır. Arı xanımlar gözəldir, yoxsa balıq ətdir? Necə? Arı xanımlar gözəldir, arıq, yoxsa balıq ətdir? Fərqi yoxdur. Mənə elə gəlir gözəllik vizual yox, ümumiyyətlə gözəllik elə bir şeydir ki, individual olduğuna görə onun fərqi yoxdur. Məncə hər ikisi gözəl ola bilər. Arı xanımlar gözəldir, yoxsa balıq ətdir? Mən əsasən düşüncəsinə və gözlərinə baxıram, amma düşünürəm ki, bu daha çox deyil, hərə bir cür xoşdur deyək. Mütləq birini seçməlisiniz. Birini seçsəm, fit qadın desəm daha yaxşı olar məncə. Arıq qızlar gözəldir, yoxsa balıq ətdir? Balıq etdi qızlar gözəl.